Vaxtını bizə sərf edənlər, aqibətiniz xeyir. Ölkənin iş xəbərləri ilə studiyada Murad İlqaroğludur. Veriliş boyu sosial, kriminal hadisələrdən xəbər tutacaqsınız. Hələlik isə anonslara nəzər salaq. Üç uşaqlı ana vaqonda yaşamağa məcbur oldu. Ev istəyən ananın arzusu gerçəkləşəcəkmi? Vaxtı ilə kölgəsində dincələn, meyvəsindən yeyən sakinlər tut ağacının təhlükə mənbəyi olmasından narahatdır. Aşma təhlükəsi olan ağaca kəsilməsi ilə bağlı rəy verilsə də işin icrası yubanır. Şəxsi avtomobili olanlar diqqətiniz bizdə olsun. Bağlanan yollar sırasına daha biri əlavə olundu. İndi isə daha ətraflı. Başlayaq 3 uşaq anasının üzləşdiyi talihsizliklərdən. Vaqonda yaşamağa məcbur olan ailə sığınacağa möhtac olduğunu deyir. Əslində əvvəllər mənzili olub, amma başına gələnlərdən sonra onu itirib və nəticədə 3 övladı ilə küçələrdə qalıb. Orxan Bədəlovun süjeti. Xətai rayonu Elçin Əliyev küçəsi 4 ünvanında yaşayan 3 uşaq anası Aynurə Talıbova həyatını vaqonlarda keçirmə məcburiyyətində qalıb. Səbəb isə onun evsiz olmasıdır. Müsahibimin sözlərinə görə əvvəllər onların Mehmandarov küçəsi 2/77 ünvanında 5 otaqlı mənzillər olub. Amma atasının xəstəliyi ilə əlaqədar olaraq evi başqası ilə dəyişiblər. Bir müddətdən sonra isə evin sənədlərinin yoxluğu üzə çıxıb. O da mənzilini yenidən geri istəyib. Amma qarşı tərəf artıq evin bütün sənədlərinin dəyişdirildiyini bildirib. Belə olan halda məsələ məhkəmə qədər uzanıb. Nəticədə isə qarşı tərəf haqlı sayılıb və şikayətçinin istəyi rədd edilib. Onlar da dən məhrum olublar. Müsahibim deyir, həyat yoldaşından 12 ildir ki ayrılıb. Elə o vaxtdan da vaqonlarda qalmaq məcburiyyətində qalıb. Hazırda Aynurə Talıbova yaşadığı ünvandakı polis idarəsində qeydiyyatdadır. Qazı yoxdur, işıq da ki mümkündür, işıq söndü, heç cürə mümkündür burada yaşamaq. İşıq olmuş uşaqlarla, 5 gün, 6 gün, 6-cı günü zülümlə bir dənə usta tapdıq, çağırdıq, sağ olsun, gəldi, düzəltdi. Mənə kömək eləsin də, bir otaqlı mənə ev versin ki, bu uşaqlarla yığışım qalıb. Məsələ ilə bağlı yollandı Xətai rayon icra hakimiyyətinə. Qurumdan bildirdilər ki, rayon icra hakimiyyətinin fondunda boş mənzil olmadığı üçün vətəndaşın istəyini həyata keçirmək mümkün olmayacaq. Amma onun vəziyyətinə baxılaraq yenə də araşdırılacaq. Vətəndaş müraciət edə bilər. Yəni biz yenə həmən vətəndaşla görüşəcəyik. Əgər mənzil növbəsində durmaq istəyirsə, doğrudan da onun imtiyazları varsa, qanun buna yol verirsə, biz həmən vətəndaşı mənzil növbəsinə götürə bilərik. Heç bir problem yoxdur. Əgər qanun yol vermirsə, yəni bu mümkün deyil. Vətəndaş demək olar ki, haradası yaşayırsa, gəlib haradası kirayəşin qalırsa, bu hamısı araşdırılacaq, mərhələli şəkildə və vətəndaşa o başa salınacaq. Yəni, əgər mümkündürsə, vətəndaşa lazımi köməklik olunacaq. Ümid edirik ki, 3 uşaq anasının düşdüyü çətin vəziyyət qurumlar tərəfindən diqqətdən kənar qalmayacaq. İnşallah aidiyyatı qurumlar məsələni diqqətdə saxlayar. Paytaxtın Nəsimi rayonunda aşma təhlükəsi olan və sakinlər üçün əməlli başlı problemə çevrilən ağacla maraqlanan tapılacaq ya yox, bax bunu süjet efiri getdikdən sonra biləcəyik. Əvvəllər kölgəsində istirahət etdiklərini deyənlər indi hər anı təhlükədir, deyir bina sakinləri. Tut ağacım, aman yerim, güman yerim. Heyf ki, kadrlarda gördüyünüz bu tut ağacına məşhur mahnının sözlərini aid edə bilməyəcəyik. Çünki sahib Zeynalov 36 küçəsində yaşayan sakinlərin həyətlərindəki bu ağac güman yerindən daha çox təhlükə saçan problem mənbəyidir. Deyirlər ki, oksigen mənbəyinin 60-70 yaşı olar. Elə sakinlər bura köçəndən övladlar gözlərini bu işıqlı dünyaya açandan elə hey bu ağacı görüblər. Bir zamanlar yarpaqları olan ağac hal-hazırda nə bar verir, nə kölgə, nə də gözəllik. İndi quruyaraq aşma təhlükəsi yaratmaqdadır. Əsas da müsahiblərim həyətdə oynayan uşaqlarına görə narahat olurlar. Həm dibindən qopub, çürüyüb, həm də ağac o birisi ağacın üstünə çürüyüb, qırılıb, budaqları düşüb. Çox təhlükəlidir. Həm o ağacdan təhlükə var, həm bu birisi ağacdan təhlükə var. Qışdır, yayda burada uşaq oynayır, eləyir. Allah uzaq eləsin. O ağac yıxıldı, bir nəticə verəcək. Ona görə də bizim bu kağızımızı nəzərə alasınız, müvafiq təşkilatlara çatdırasınız. Bu haqda biz qərar verilsin. Sakinlər deyir ki, yaşlılaşdırma idarəsindən gəlib ağaca baxış keçiriblər. Hətta rəy veriblər ki, ağac təhlükə yaradır və kəsilməlidir. Amma keçən ildən verilən rəyin icrası gecikir. Sakinlər qorxur ki, bugün və ya sabah tut ağacı yaşadıkları evlərin üstünə aşacaq. Quruyan ağacı isə bu həyata bağlayan, qol atıb dayaq tapdığı qonşu ağaclardır. Onlar da bəlkə qoca tut ağacına olan sayğılarından hələ ki onun budaqlarının yükünü öz cavan çinlərindən atmırlar. Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhəri
İcra Hakimiyyətinin Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Əli Ağayevlə əlaqə saxladıq. Qurum rəisi bildirdi ki, işlər növbəli şəkildə həyata keçirilir. Gələn həftə ağac budanaraq təhlükəsiz vəziyyətə gətiriləcək. O vaxta kimi özü aşıb bir təhlükə yaratmasa. Sonda şəxsi avtomobillərdən istifadə edənləri maraqlandıran xəbərimiz var. Paytaxtda bağlanan yollar sırasına daha bir əlavə olunub. Hürriyə Əliyeva alternativ yolları diqqətinizə çatdıracaq. Böyük Şordan paytaxt istiqamətində yerləşən Bağırov körpüsünün köməkçi hissəsində bugün səhər saatlarından etibarən təmir işlərinə start verilib. İşlərlə əlaqədar olaraq maşınların hərəkətinə tam məhdudiyyət qoyulub. İşlərə bugün səhər saat 9 radələrindən etibarən start verilib və maşınların hərəkəti sözgedən ərazidə dayandırılıb. Aparılan təmir işləri Bakıda keçiriləcək Avropa oyunları ilə əlaqədardır. Körpünün alt hissəsində tuneldə alkopanlar dəyişdirilir. Ərazidə olan asfaltın zədələnmiş hissələri yenisi ilə əvəz olunub. Həmçinin körpünün yuyulması işləri aparılır. Kifayət qədər alternativ yollarımız var. Əsas yolumuz açıqdır. Sadəcə olaraq köməkçi hissədə işlər gedir. Bundan əlavə Avropa oyunları ilə bağlı şəhərin digər ərazilərində də bizim işlərimiz gedir. Görülən işlərin sabah günorta saatlarına qədər yekunlaşması gözlənilir. Belə iç xəbərdən bugünlük bu qədər. Gələn həftə görüşmək ümidi ilə sağ olun, salamat qalın.